qalstuklu mollaların əlində qalmışıq. Folklordan qidalanır. Öz cəhalətini örtbasdır eləmək istəyir. Tanrının əlindədir. Kalvinistlər gəldi bunu darmadağın elədilər. Bizim filosofumuz da var. Sənaye inqilabına biraz məsafəli davrandılar. Şərq Avropanı durub Pakistanla müqayisə eləməyək. Bunlar artıq yararsız bir zümrə idilər. İlahiyyatçı başqa şeydir, teoloq başqa şeydir. Bizim cəmiyyətimizdə davranış qaydaları olmuyor. Mehdi xanın arvadı oldu. Onun düşüncələrinə, onun intellektinə şübhə ilə yanaşır. Azərbaycan əhalisinin 99.9%-i o kitabı oxuyub başa düşə bilməyəcək. Yahudilərin zirzibili ilə doldurdu. Senzuradan kənar bambılı hərəkətlər eləsək, Qadının təxminən kişiyə bərabər və kişidən bir bağ alacağı az olmaq şərti ilə qalstuklu mollalara alternativ olaraq ağıllı din dediyimiz biz inanmalıyıq. Bugünkü qonağımız yazıçı Akşin Yeniseydi. Xoş gəlmisiniz Akşin bəy. xoş gördük. Akşin bəy, Azərbaycanda son dövrlərdə qəribə bir tendensiya var. Efirlərdə, YouTube kanallarında, işte ictimai çıxışlarda adının qarşısında filosof yazılan və yaxud da filosof kimi təqdim olunan insanların əslində ilahiyyatçı olduğunu biz görürük. Bu insanlar əksərən deyək ki 80% hallarda ya dindən danışırlar, ya da dinə söykənən deyək ki mental, lokal dəyərlərdən danışırlar ki bunların böyük əksəriyyətinin fəlsəfə ilə heç bir əlaqəsi yoxdur. Ən azından mənim nöqteyi nəzərimdən publik şəxslərdən və cəmiyyətdən qaynaqlı müxtəlif səbəblər ola bilər. Bu filosof kimi təqdim olunan insanlar üçün biraz daha prestijdir. Çünki sən ilahiyyatçı deyəndə auditoriyanı daraltmış olursan. Yəni biraz daha o mollanın o qədər də nüfuzunun olmaması və filosof deyəndə daha hər kəsə xitab eləyə bilmək bu aspektdən onlar üçün bu normaldır. Cəmiyyət aspektindən isə mən düşünürəm ki bu bir növ o cəmiyyətdəki fəlsəfi boşluğun doldurulmasına bir cəhddir. Yəni cəmiyyət sanki öz cəhalətini örtbasdır eləmək istəyir ki, yəni əslində fəlsəfə elə bu mental lokal dəyərlər imiş. Fəlsəfə tutaq ki, qadın evdən çıxanda kişidən mütləq mağazaya gedəndə icazə alması imiş deyək ki, ya da ata ədəb-ərkan qaydaları. Ədəb-ərkan qaydaları və yaxud da ataya içəri girəndə oğul ayağa qalxarmış. Ağsaqqal səhv də desə, qatıq qara da desə, bununla razılaşmaq imiş. Yəni fəlsəfə əslində bu imiş, geyim keçim imiş. Yəni belə deyək də, abırlı geyinmək imiş, tərbiyəli olmaq imiş, az danışmaq imiş fəlsəfə. Cəmiyyət sanki öz bunu kompensasiya eləməyə çalışır ki, o natamamlıq kompleksini ki, yox, biz də bilirik fəlsəfəni. Fəlsəfə elə budur. Bizim filosofumuz da var. Bax belə biz fəlsəfə də dinləməyi bacarırıq. Əslində biz bayağı deyilik, əslində küt-kütlə deyilik. Cəmiyyətin də sanki bu cəhdidir. O filosofların da işinə gəlir. Daha doğrusu dırnaq arası filosofların da bu işinə gəlir. Sizin nöqteyi nəzərdən baxanda bəs bu mənzərə nə cür görünür? Əslində mən fəlsəfə və filosof zümrəsini təmsil eləmirəm. Mən bir yazıçıyam, şairəm. Təvazökar bir açıqlamadır bu arada. Amma ədəbiyyatın şərtlərinə uyğun olaraq fəlsəfə ilə də maraqlanıram. Və bunun bugünün məsələsi olmadığı bütün fəlsəfə oxuyanlar bunu çox yaxşı bilirlər. Məsələn, Arnold Toynbee deyə bir ingilis tarixçisi var. Onun bir kitabı var, Sivilizasiya mühakimə olunur. O kitabda o yazır ki, bütün peyğəmbərlər özlərindən əvvəlki mədəniyyətlərin övladları idilər. Məsələn, İbrahim peyğəmbər Zərdüşt Babil mədəniyyətinin övladı idi. İsa peyğəmbər Roma Yunan mədəniyyətinin övladı idi. Məhəmməd peyğəmbər Bizans Sasani mədəniyyətinin övladı idi. Və bu mədəniyyətlər zəifləyən kimi onların belə deyək də prinsesləri, şahzadələri olan peyğəmbərlər öz düşüncələrin, öz belə deyək, dünya görüşlərin din şəklində, inanc formasında insanlara çatdırdılar, yaydılar. Və bu dinin o mədəni boşluğun yerini tutması, yəni Yəhudiliyin Babil mədəniyyətinin yerini tutması, Xristianlığın Roma Yunan mədəniyyətinin yerini tutması, İslamın Sasani Bizans mədəniyyətinin yerini tutması bir toqquşma şəklində baş verdi. Yəni intellektual toqquşma deyək buna. Çünki mədəniyyətin sualları var idi. Və mədəniyyət bu sualları dinə verəndə din o suallara Tanrıya istinadən cavab verə bilmirdi. Mədəniyyət din məcbur idi ki, mədəniyyətin bu suallarına
biraz intellektual cavab versin. Yəni bunu fəlsəfi bir belə deyək, məzmunu olsun bu cavabların, biraz elmi olsun bu cavabların. Ona görə də bu toqquşmadan ağıllı din dediyimiz teologiya, ilahiyyat yarandı. Yəni teologiyanın məqsədi dini ağıllandırmaq idi, belə deyək. Çox üzr istəyirəm. Bu arada bunu qeyd edim ki, çoxları teologiya ilə ilahiyyatçı sözünün də mənasını bilmir. Elə bilir ki, buradakı ilahiyyatçı, oradakı teoloqun qarşı qətiyyən eyni şeydir. Məsələn bizim o dövrün tutaq ki, müqəddəs Avqustin var idi. Xristianlıqda Romalı müqəddəs Akvinalı Tomas da deyirdilər ona. Çünki bunlar din fəlsəfəsi yaratmışdılar. Və fəlsəfəni şübhədən çıxardıb, yəni biz bilirik ki, fəlsəfənin çıxış nöqtəsi şübhədir, sualdır. Amma bu dediyimiz adamlar Xristianlıq artıq Romanın dini, dövlət dini hesab olunandan sonra bunlar başladılar o aristokratların, o Roma imperiyası, Roma mədəniyyətindən qalmış bir ağıllı, belə deyək, intellektual kütlə var idi ki, insanlar var idi ki, bunların dinə verdiyi sualların cavabını din özünə istinad eləyib cavablandıra bilmirdi. Məcbur idi ki, fəlsəfəyə, özündən qədimki fəlsəfəyə istinad eləsin. Metafizik cavablar versin. Bəli, öz dövrünün elmi mənbələrinə istinad eləyib bu suallara cavab versin. Yəni din filosofları başladılar, o dediyimiz adlarını çəkdiyimiz filosoflar, bunlar Xristianlıq dövrünün filosoflarıdır. Məsələn, bu işləri İslamda tutaq ki, Əl-Fərabi, İbn Sina kimi İbn Rüşd görüb məsələn. Bu filosoflar görürdülər. Və bunlar başladılar fəlsəfəni dinin köməyinə çağırmağa. Və biraz da elmi və fəlsəfəni, öz dövrlərinin əldə olan elmi biliklərini və fəlsəfi biliklərini dinin köməyinə çağırdılar. Və bu dinin köməyinə çağırılmış fəlsəfədən dini fəlsəfə deyilən və orta çağı, orta əsrləri deməyim tamamilə əhatə edən bir fəlsəfi axın ortalığa çıxdı. İman fəlsəfəsi. Bəli. Bu həm Xristian dünyasında baş vermiş hadisədir, həm İslam dünyasında baş vermiş hadisədir. Amma bu teoloqlar həqiqətən də çox fəlsəfi, çox ağır mövzuları izah eləməyə çalışırdılar. Məsələn, onların yaradıcılığına baxanda, onların kitabına baxanda orada kütlə insanına hesablanmış bircə dənə də mövzu, bircə dənə də şərh yoxdur. Orada yazılmış mətnlər, yəni o din filosoflarının yazdığı mətnlər təxminən özünə bərabər düşüncəsi, intellekti olan, zəkası olan insanlar üçündür. Yəni, məsələn, tutaq ki, İbn Rüşdün və yaxud Qəzzalinin, bilirsiniz də, onların arasında 26 il, Qəzzali öləndən 26 il sonra İbn Rüşd olur və Qəzzalinin o mistikasına qarşı, mistik fəlsəfəsinə qarşı, səhv eləmirəmsə, 3 kitab yazır. Aralarında da uçurum qədər fərq var. Bəli, bu intellektual, belə deyək, debat kütlə insanlığı hesablanmamışdı. Bu filosoflar səviyyəsində bir debat idi. Amma bizim bugünkü ilahiyyatçıların filosof kimi çıxış eləməyinin hədəfi kütlə insanıdır. Yəni ömründə nə öz dininin kitabını oxuyub, nə bir filosofun kitabını oxuyub. Onun üçün fəlsəfə elə o ədəbərkan qaydasıdır. Məsələn, onun üçün fəlsəfə budur ki, az danışmaq, məsələn, susmaq qızıldır. Susmaq qızıldır. Bunun üçün fəlsəfə budur. Bunun üçün fəlsəfə tutaq ki, Bəxtiyar Vahabzadənin şeirlərində olan biraz filosofanə deyilmiş hər hansı misralardır. Məsələn, ümumiyyətlə bu məsələ Azərbaycanda orta və aşağı təbəqəyə xitab eləyir. Yəni başa düşə biləcəkləri, bəli. Bu biraz da klassik ədəbiyyatdan süzülüb gələn bir şeydir. Çünki klassik ədəbiyyatımızda bizim klassik poeziyamızda da, yəni bu din, iman fəlsəfəsi, din fəlsəfəsi ədəbiyyata da böyük təsir göstərib. Yəni biz baxsaq Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin o əsərlərinə, orada din fəlsəfəsinin belə deyək də elementlərini görəcəyik, düşüncəni görəcəyik. Məsələn, tutaq ki, şərqdə irfan məktəbi var. İrfan bilmək sözündən gəlir. Filosofiya da bilmək sözündən gəlir. Yəni Aristotel deyirdi ki, insan bilmək istəyir. Yəni
İrfan fəlsəfəsi bilmək istəyir, amma daha doğrusu irfan fəlsəfəsinə üst tutan adam bilmək istəyən adamdır. Amma irfan ona bildiyi şeyi harda axtarmağı məsləhət görür? Tanrıda, dində. Ona görə də məsələn Füzulinin poeziyasında, Nizami Gəncəvinin falan və bu klassik ədəbiyyatın varisləri də bu ədəbiyyatın içindəki o dini, əxlaqi necə deyim, məktəbin müəyyən mənada öz yazılarında, öz şeirlərində yazmağa, göstərməyə, kiməsə didaktik bir yöndən ağıl öyrətməyə çalışırdılar və bizim məsələn çox maraqlıdır ki, mən buna əlaqələndirirəm ki, Azərbaycanda uzun müddət həqiqi filosoflar olmadı, fəlsəfəçilik formalaşdı, yəni fəlsəfə məzunları. Amma həqiqi filosoflar ortalığa çıxmadı. O boşluğu biz doldurmaqdan ötürü fəlsəfəni başladıq ədəbiyyatın içində axtarmağa. Ya da ilahiyyatın içində. Ya da ilahiyyatın içərisində axtarmağa. Amma ədəbiyyatın içindəki fəlsəfə bir balaca heç olmasa orta səviyyəli, intellektual səviyyəsi orta dərəcəni göstərən, şkalası orta dərəcəni göstərən insanlar üçün idisə, ilahiyyatın fəlsəfəçiliyi, bugünkü mənzərəsi tamamilə belə deyək də kitabdan, mədəniyyətdən, intellektual mənbələrdən uzaq olan insanlara üst tutub. Və bunu bilirsiniz necədir? Məsələn, din adamı adı altında aparılanda bu söhbətlər bir balaca qıcıq yaradır. Yəni ki, mollalığa oxşuyur və bizim məsələn maarifçilik dövrü bu mollalıq məktəbin biraz xalqın belə deyək də gözündən salınmışdı. Rus Sovet dövründə daha da müstəmləkəçilik siyasətinin nəticəsində əslində bunun özü də Azərbaycan maarifçiliyinin özü də müəyyən mənada mühakimə olunmalıdır. Bu ayrı bir söhbətin mövzusudur. Amma bunu ən yaxşı, ən yaxın ünvan hansıdır? Filosof. Fəlsəfəyə oradan... Çünki elm dəqiq deyil, geriyə qalır fəlsəfə. Çünki bu filosof neynəməlidir? Bu filosofun, yəni bu belə deyək də dırnaq arası filosofun işi ondan ibarət olmalıdır ki, öz auditoriyasını elmdən uzaqlaşdırsın, elmi qeyri-legitimləşdirsin, elmi yalançı çıxarsın. Elmin belə deyək də gücünün hər şeyə yetmədiyini sübut eləsin, isbat eləsin. Hansı səviyyədə o auditoriyanın başa düşdüyü səviyyə. Başa düşdüyü səviyyə. Bu çox önəmli. Ona görə də bizim məsələn belə biz istəyirdik ki, cəhd göstərirdik ki, Azərbaycanda o fəlsəfə məktəblərin yerin həqiqi fəlsəfə doldursun. Yəni hazır cavablarla yüklənmiş fəlsəfə yox, silahlanmış fəlsəfə yox. Suallarla yüklənmiş, silahlanmış fəlsəfə ki, bizə o lazımdır. Yəni bizim mədəniyyətimizi, cəmiyyətimizi, sosioloji problemlərimizi həll eləmək üçün bizə hazır cavablar yox, bizi düşündürən suallar lazımdır. Yəni biz hazır cavablarla yaşadığımıza görə gəlib bu vəziyyətə düşmüşük. Bu vəziyyətdən də yenə hazır cavablarla çıxmaq istəyirik. Bu qeyri-mümkündür. Burada biz suallar yaratmalıyıq. Cəmiyyət qarşısında suallar yaratmalıyıq və bütün cəmiyyətin fərdlərini düşünməyə vadar eləməliyik. İnsan tənbəl varlıqdır. İstər zehni baxımdan, istər fiziki baxımdan. Və bu tənbəlliyi də insanda kalvinistlərə görə, lüteranistlərə görə elə din yaradıb. Məsələn, Avropada 15-ci əsrdə, 16-cı əsrdə bu dediyim iki cərəyan, lüteranizm, bir də kalvinizm ortalığa çıxmasaydı, Avropa qaranlıq çağdan çıxa bilməyəcəkdi. Çünki xristianlıq onlara cənnət tənbəlliyi aşılayırdı. Məsələn, İsa Peyğəmbər insanların qarşısında çıxış eləyirdi və belə bir, məsələn, onun məşhur sözü var ki, deyir ki, çəmənlikdəki zambaqlara baxın, görün onların gözəlliyi Süleymanın xalatından necə daha gözəldir. Süleymanın xalatının gözəlliyindən daha, yəni Tanrı istəsə Süleymanın xalatından daha gözəl şeylər yarada bilir və yaradıb. Zambaqlar nümunədir. Yəni hər şey Tanrının əlindədir. İnsan çalışmaqla, insan belə deyək də özün fəda eləməklə, insan özün belə deyək loru dildə desəm əlləşməklə, vuruşmaqla heç bir şeyə nail ola bilməz.
O halda ki, Tanrı ona belə deyək, icazə verməsə, bizim iradəmiz sıfırdır. Hər şey bizim özümüzdə, varlığımızda, işimiz, gücümüzdə, hər şey Tanrının iradəsi daxilindədir və Tanrı istəsə biz çox şey əldə eləyəcəyik. Tanrı istəməsə nə qədər çalışsaq da heç nə əldə eləyə bilməyəcəyik. Kalvinistlər gəldi, bunu darmadağın elədilər və kapitalizmin önünü açdılar əslində. Onlar düzdür, onlar da cənnət ideyası belə deyək də üzərində qurdular. Çünki bu cəhalətin içində olan Avropa xalqların başqa heç bir vasitə ilə əməyə yönləndirə bilməzdilər. Onlar dedilər ki, xeyr. Kalvinistlər deyirdilər ki, əgər siz çox işləyib qazanc əldə eləyirsinizsə, bu Tanrının sizə bir bəxşeyişidir. Yəni Tanrının sizə bir müjdəsidir, imtiyazıdır. Siz nə qədər çox işləyib, çox qazanc əldə eləsəz, bu o deməkdir ki, Tanrı sizi seçib. Siz artıq seçilmişsiniz. Və seçilmiş insan olduğunuza görə siz artıq bu dünyada cənnəti qazanmış olursunuz. İşləyib qazanmaqla. Kalvinistlər işləyib qazanmağı bir, belə deyək də, dini düşüncə halına saldılar. Model halına. Bir model halına, düşüncə modeli halına saldılar və Avropa insanları başladılar daha çox pul qazanmağa ki, o seçilmişlik imtiyazını əldə eləsinlər. Yəni ilk kapitalistlər, yəni onlara kapitalist demək olmazdı. Amma İlk o qazanca yürüyən Avropa insanları cənnəti pul qazanaraq əldə eləməkdən ötürü gecə-gündüz çalışmağa başladılar. Yəni belə deyək, öz iradələrin artıq tamamilə Tanrıya təslim etmədilər. Başa düşdülər ki, yox. Bunlar sən demə, kalvinistlərin təbliğ elədiyi düşüncəyə görə. İşləyərkən, əməklə məşğul olarkən bunların iradəsi Tanrı tərəfindən dəyərləndirilir. Bu siz dediyinizi Max Weber Kapitalizm və Protestan əxlaqı kitabında çox yaxşı bir şəkildə izah edir. Protestantların protestanların, çünki o düşüncə bəli. Və heç də təsadüfi deyil ki, məhz o cür düşünənlər Qərbi Avropadakılar irəli getdi, Şərqi Avropadakılar isə onlara nisbətdə geri qaldı. İndi biz Şərqi Avropanı durub Pakistanla müqayisə eləməyək, ya Əfqanistanla. Amma Qərbi Avropaya nisbətdə Şərqi Avropa daha geri qaldı. Bir çox mənada, bir çox sahədə biz deyə bilərik bunu. Hətta Avropa İttifaqı quruldu. Onlar bilirsiniz nə qədər onlara dəstək oldu. İqtisadi baxımdan, mədəni baxımdan, belə deyək də, sosioloji mənada, siyasi mənada. Amma yenə də hələ də o disbalans mövcuddur. Katoliklik və yaxud da pravoslavlıq, başqa sözlə ortodoksluq hələ də bu və ya digər formada dövrə uyğun bir şəkildə yaşanmağa çalışılır. Amma digər tərəfdə isə artıq 300-400 il bundan qabaq başlayan bir proses və məntiqi nəticə bunlar daha protestantların yayıldığı coğrafiyada sənaye inqilabına gətirdi. Sənaye inqilabına, bəli. 1800-lərin ortalarına, bəli. Amma o hansı ki protestant katolik və pravoslavlar, bəli. Pravoslavlar var idi. Orada o sənaye inqilabına belə deyək, biraz məsafəli davrandılar. Məsələn, tutaq ki, İngiltərə, Fransa, Almaniya. Bunlar çox sürətlə sənaye inqilabının şərtlərini qəbul elədilər və inkişaf mərhələsinə keçdilər. Amma tutaq ki, məsələn, İspaniya kimi bir belə deyək də, feodal ölkəsi bu sənaye şərtlərini qəbul eləmədi və yaxud İtaliya bu şərtləri qəbul eləmədi. Digər Avropa ölkələri bu yenilik sənaye çağının şərtlərini qəbul eləmədilər. Məsələn, bir kitab var idi. Mən qabaq çoxdan oxumuşdum. Picasso haqqında idi. Picassonun necə bu rəssamlıq sənətindən pul qazanmasına falana belə İngilis yazarın bir bioqrafik əsəri idi. Orada belə bir yer var idi ki, sənaye inqilabı baş verəndə İspaniyada təkcə inkvizisiyadan qalmış kilsə məmurlarının sayı kilsəyə bağlı və büdcədən maaş alan məmurların sayı 24 min nə qədər insan sadəcə din xadimi olduğuna görə büdcədən maaş alırdılar. Və bunların heç bir verimliliyi yox idi. Yəni cəmiyyətə bir qatkısı yox idi. Bunların dövrü də başa çatmışdı. Bunların düşüncələri də artıq aşınmışdı. Tamam Avropa modern çağ, maarifçilik arxasıyla aydınlanma çağı, nə bilim, sonra arxasıyla bu sənaye inqilabları falan. Bunlar artıq yararsız bir zümrə idilər. Amma bunlar büdcədən maaş alırdılar.
Və bu cür müxtəlif faktorlar o Avropa ölkələrinin öz içində də özünü göstərdi. Yəni sənaye dövrünün şərtlərini qəbul edənlər inkişaf elədilər. Bu şərtləri qəbul eləməyənlər asılı vəziyyətə düşdülər. Protestanizm, kapitalizmə gəlmədən öncə mövzumuza qayıdaq. Sizin dediyiniz bir dövr var. Deyək ki, Avqustinlər, Thomas Akvinalılar, İbn Rüşdlər, İbn Sinalar və s. Bu dövr ümumi sxolastik bir dövr adlanır da, orta əsrlər dövrü. Maraqlısı budur ki, bu insanlar, bu böyük şəxsiyyətlər teoloqlar idi. Bizdəki, yəni ən başa qayıdaq, bizdəki bu dırnaq arası filosof kimi təqdim olunan insanlar heç teoloq da deyirlər. Bunlar daha çox praktik normativlərlə, bu işin belə deyək də təbliğatı ilə, konkret bir hansısa bir çərçivəyə bağlı qalaraq hansısa normativlərin praktiki bir şəkildə tətbiq oluna biləcək, rituallaşdırıla biləcək şeylərin təbliğatçısıdırlar. Çünki ilahiyyatçı başqa şeydir, teoloq başqa şeydir. Yəni bunlar bu işin fəlsəfəsində də deyirlər. Yəni deyək ki, Qərb dünyasında, Xristian dünyasında bu Roma mədəniyyəti, qədim Yunan fəlsəfəsi bir yerdə dayandı, xristianlıq gəldi də, belə deyək. Cəlal Şəngörün dinləsək çöktürdü, deyək ki, 1500 il. Rönesans dövrünə qədər. Amma bu Rönesans dövrünə qədər 1500 ildə həmin bu sxolastiklər var idi. Hansı ki, məsələn, Avqustin deyək ki, Platonu inteqrasiya eləyirdi. Öz fəlsəfəsinə ki, biz inanmalıyıq, amma ağıl da bizə lazımdır. Yəni ağlı, imanı ağılla əsaslandırmağa çalışırdı. Və yaxud da Thomas Aquinasdan danışdınız siz. O da Aristoteli çalışırdı inteqrasiya elətdirsin işin içinə. İbn Rüşd yenə eyni şəkildə Aristoteli inteqrasiya edərək nəyisə izah eləməyə çalışırdı. Bizdəkilər 21-ci əsrdə, yəni Avropa orada Rönesans dövrü oldu, 500 il, sənaye inqilabı, aydınlanma, yəni bu qədər şey mərhələlər keçildi. Elm hara gəldi, çıxdı, dünya hara gəldi, çıxdı, texnologiya dövrü gəldi və s. postmodernizm cəryanı. Biz 2026-cı ildə hələ də qalstuklu mollaların əlində qalmışıq. Əslində bu bizim indiki dövrümüzdə fəlsəfə adı altında aparılan söhbətlər folklordan qidalanır. Yəni bunun arxasında heç bir filosofun, heç bir fəlsəfi məktəbin istinadları yoxdur. Bəli. Bu sadəcə məsələn bir xalqın, Azərbaycan xalqının bir folklorik ədəb-ərkan, belə deyək də, sosial qayda-qanun sistemi var. Və sosial şəbəkələr dövründə bu folklordan gələn o ədəb-ərkan qaydaları, davranış qaydaları deyək də, buna lap belə şey dillə desək, və sosioloji dillə desək, davranış qaydaları var ki, bu davranış qaydaları xəlqidir. Yəni bu davranış qaydaları ailədə öyrədilirdi, bu davranış qaydaları böyüklərdən kiçiklərə belə deyək ötürülürdü. İndi bu həmin o folklorik davranış qaydaları bizdə bir filosofun dilindən, bir əxlaqçı filosofun dilindən deyilir. Amma bu sosial şəbəkələr dövründə bu qaydalarla yaşamaq, bu qaydalara təzədən olduğu kimi ötürmək yeni nəslə, tutaq ki, məsələn, Z kuşağı deyilən nəslə, olduğu kimi ötürmək, bu tamamilə yararsız, faydasız bir nəticələrə aparan bir yoldur. Niyə görə? Çünki məsələn, bu gün Avropada da təxminən bizim sosial şəbəkələrin cəmiyyətin davranış qaydalarına, əxlaq sisteminə vurduğu zərbələri Avropada yaşayır. Amma Avropa bunun filosofların yetişdirir. Avropa bunu yazıçıların yetişdirir və oradan çıxış eləyir bugünkü günümüzə. Məsələn, tutaq ki, mənim son dövrlər, son 2 ildir oxuduğum, araşdırdığım bir filosof var və onun fikirlərin bacardığım qədər də öz yazılarımda istifadə edirəm ki, bizim cəmiyyətdə də qarışsın o fikirlər. Alman filosofu, mənşəci Cənubi Koreyalıdır, Bön Çulhan. Bunun məsələn müxtəlif kitabları var. Məsələn, tutaq ki, bu gün ən çox Azərbaycanda nə müzakirə olunur da? Qadınların həyat tərzi. Azad qadın dediyimiz qadınların həyat tərzi, nə bilim bu estetik cərrahi əməliyyatların yayğınlaşması, digər. Yəni bizim cəmiyyət o patriarxal köklərə söykəndiyinə görə məsələni
qadın üzərindən aparması Bir növ təbiidir. dırnaq arası feminizmə keçid Hə, sanki, yəni transformasiyaya bunu çalışılır. təbii qarşılamaq lazımdır. Çünki bizim cəmiyyətimizdə o feminist yanaşmalar, feminist belə deyək, davranış qaydaları olmuyor. Bizdə olubsa da müəyyən məsələn xalqların tərkibində tutaq ki, məsələn türk xalqlarında qadınla kişi arasında tutaq ki, ərəb qadının, ərəb kişinin arasındakı münasibət kimi münasibət olmuyor. Hə, amma bu İslamla yanaşı İslam coğrafiyalarına həm də ərəb kültürü yayıldı. Məsələn, bizim belə deyək, insanlarımızın böyük səhvi ondadır ki, dinin içindəki ərəb kültürünü ayıra bilmirlər. Çoxları ərəb mentalitetin İslam kimi başa düşür. Bəli, yəni problem dinin anmaq deyil. Məsələn, ərəb mentalitetini siz tutaq ki, eyni dövrün, yəni İslamın yarandığı dövrdəki ərəb ailə sistemi ilə, kişi-qadın münasibətləri ilə eyni dövrün türk ailə sistemi və türk qadın-kişi münasibətlərini müqayisə eləsəz, yerlə göy qədər fərqli olduğunu görəcəksiniz. Yəni bizdə məsələn tutaq ki, monoqamiyadır, bir arvadlılıqdır, orada çox arvadlılıqdır. Poliqamdır. Bizdə tutaq ki, məsələn türk toplumunda qadının kifayət qədər təxminən kişiyə bərabər və kişidən bir bağ alacaq belə az olmaq şərti ilə imtiyazları var. Məsələn tutaq ki, Mete xanın arvadı Çin imperatoru ilə ilk müqaviləni imzalayan Mete xanın arvadı olur. O artıq bu bizə əsas verir deməyə ki, türk toplumunda qadının yeri harda olub? Harda idi? Yəni bir ölkənin taleyin həll eləyə biləcəyi bir şeydir, səviyyədə idi. Demək istəyirəm ki, bunların təbliğ elədiyi, bizim o dediyimiz o cəmiyyətə əxlaq dərsi keçənlər, cəmiyyətə davranış qaydaları keçənlərdə İslamın özünün o mədəni kültürdən, özündən əvvəlki mədəniyyətlərdən aldığı və yaxud türk toplumunun mədəniyyətindən gələn dəyərləri təbliğ eləmirlər. Dinin içindəki ərəb mentaliteti təbliğ eləyirlər. Yəni məsələnin bir ziyanlı tərəfi də budur. Yəni mən indi başa düşə bilmirəm. Bunu bunlar bilərəkdən eləyirlər. Yəni daha çox insanın xoşuna gəlməkdən ötürü eləyirlər. Daha çox yoxsa doğrudan da bunların din haqqında anladığı şey budur. Yəni əgər bir filosof, bir aydın, bir yazar, bir necə deyim, din xadimi dinin içindəki ərəb mentalitetin ayıra bilmirsə, yəni dinlə ərəb kültürünü ayıra bilmirsə, mən onun düşüncələrinə, onun intellektinə şübhə ilə yanaşıram. Bu tək İslama aid deyil. Yəni tutaq ki, xristianlığın da içində Yəhudi mentaliteti yer alıb. Məsələn, Nietzsche ona görə deyirdi ki, İsa Peyğəmbər Roma mədəniyyətini Yəhudilərin zirzibili ilə doldurdu. Bu elə bu şəkildə də deyir, kəskin şəkildə də deyir və onun zirzibil dediyi şey Nietzsche'nin Yəhudi mentaliteti idi, Yəhudi adət-ənənələri idi ki, xristianlığın içində gəlib Avropa xalqlarına çatmışdı. Onların dünyasına girmişdi. Ona görə mən bu adamların, yəni cəmiyyətə əxlaq dərsi keçən, davranış dərsi keçən adamların bax bu müqayisəni aparmasını istəyərdim. Yəni siz əgər 6-cı əsrin ərəb kültürün davranış qaydaları kimi, ərəb mentalitetin davranış qaydaları kimi Azərbaycanlıya aşılayırsınızsa, bunun özünün milli kimliyini ifadə edən kültürə də baxın da. Yəni 7-ci əsrdə, nə bilim 8-ci əsrdə baxın görün elə türk toplumunda İslama qədərki türk toplumunda bu qaydalar, bu davranışlar necə, hansı şəkildə olub? Bəlkə bizim ona ehtiyacımız yoxdur. Bilirsiniz, biraz bu senzuradan kənar bir və populist bir fikir kimi səslənsə də, məsələn, burada bugün sizinlə deyək ki, soyunsaq hal-hazırda, ya deyək ki, üzr istəyirəm, bambılı hərəkətlər eləsək, şou göstərsək, bizi yüz minlərlə insan izləyər, milyonlarla insan izləyər. Amma hal-hazırki podkastımızı daha az insan, çox daha az insan izləyəcəkdir. Ölkə əhalisinin 1% etmir. Biz bu adamlara qarşı, bu kontingentə qarşı alternativ olaraq nə təklif edirik? Əsas sual məncə, maraqlı sual budur ki, məsələn, mən sizin cəmi bir kitabınızı oxumuşam bu arada, Məbədin Sükutu. Mən sizə əmin edirəm ki, Azərbaycan əhalisinin 99.9% o kitabı oxuyub başa düşə bilməyəcək. Əgər oxusa ki, oxumurlar.
Bu real, bu sizə aid tək bir şey deyil. Yəni bu yəni hər hansısa bir filosofun, aydının, deyək ki, bir yazarın yazsın kitab, bəli, yəni 1% özü 100 min adam deməkdir. Yəni 100 min adam o kitabı alıb oxumur. Tutaq ki, biz fərz edək ki, oxudular. Əksəriyyəti oxudu. Bu kontingentə alternativ nə təklif edirik ki, bu insanların eyni zamanda emosional tələbatını qarşılayaq və başa salaq ki, tutaq ki, məsələn, bu ərəb mentalitetidir, din deyil. Bu işlə məşğul olan bir nəfər mən siz dediyiniz kontekstdə danışan, ona yaxın fəaliyyətləri olan bir nəfər tanıyıram, ad çəkməyəcəm. Ona da bu səfər başqa deyək, kütlədən gələn deyək ki, negativ ictimai rəy bu formada formalaşır ki, yox, sən deistik danışırsan, yox, sən kafirsən, məsələn, sən şirk qoşursan, məsələn, və s. və ilə axır. Yəni, bu adamlar onsuz o qədər cahildir ki, yəni, orta məktəb səviyyəsində bu adamların savadı yoxdur. Yəni, bu adama sən hansısa bir tarixi, fəlsəfi, nəzəri, argumentasiya ilə bu adamın qarşısına çıxış eləyə bilməzsən. Rədd edəcək, inkar edəcək, qulaq asmayacaq və s. Belə məqamda alternativ nədir bu qalstuklu mollalara alternativ olaraq aydınlar, bizim kimi insanlar nə təklif edirik sizin fikrinizcə? Bizim fikrimiz əslində mənim düşüncəm budur ki,